Salam, hər vaxtınız xeyir olsun, əziz futbol həvəskarları, dəyərli futbol sevərlər. Yoldaşlıq görüşündə maraqlı bir qarşılaşma bizi gözləyir. Bir tərəfdə Trabzonspor Azərbaycan futbol okulu, digər tərəfdə Füzuli futbol komandası. Maraqlı. Ümid edək ki, məhsuldar bir onun şahidi olacaq. Orada komandalar da artıq meydana daxil olur. Gözəl himnimizə səsləndi. Artıq komandalar salmışaraq mərkəzdə meydanın özlərinə olan hissəsində yavaş-yavaş öz yerlərini tuturlar. Bir qədər sonra qarşılaşma start götürəcək və istəyirəm komandalar öz yerlərinə yollanarkən biz də heyətləri nəzərimizə çatdıraq. Hansı ki, Səfər komandasının heyəti belədir. Füzuli komandasında 1 nömrə Nağıyev Yusif, 6 nömrə Səda Fəqan, 10 nömrə Şəmilov Əli, 8 nömrə Hüseynli Ruslan, 19 nömrə Xudiyev Dərgah, 15 nömrə Tarif Tahir, 3 nömrə Şəmilov Əl-Sahib, 7 nömrə Əlizadə Neyman, 22 nömrə Ramal Həşimov, 9 nömrə Binyatov Kənan. Komandanın baş məşqçisi Hənifli Rafət. Digər tərəfdə ev sahibi Trabzonspor Azərbaycan futbol okulunda məsuliyyət belədir. 1 nömrə Qapçı Allaverdiyev Faiqəli, 8 nömrə Həsən Ağaverdiyev, 8 nömrə Elmir Nəbizadə, 5 nömrə Cavid Mustafayev, 59 nömrə Eldar Bağırlı, 9 nömrə Ramal Əliyev, 30 nömrə Elcan Rüstəmov, 61 nömrə İlgün Zeynalov, 45 nömrə Tunar Qasımzadə, 60 nömrə Tofiq Mikailov, 9 nömrə İgid Əskəndərov. Baş məşqçi Elşən Ağaverdiyev, köməkçi məşqçi Ramilə Bayramova. Artıq qarşılaşmada start götürdü.
Bir də iki komandaya uğurlar arzu edirik. Güclü olan qalib olsun deyirik. Və ümid edək ki, çox məhsuldar, maraqlı bir qarşılaşmana şahid olacaq. Elmir mübarizə aparırdı. Elmir Nəmizadə. Yəni Validə bir qədər geri qayıtmaq məcburiyyətində qaldı. Həsən Ağa Verdiyev. Toxunuş vardı Elmir. Yaxadan top hərəkətliyi qazandırır. Eygün Zeynalov. Yaxadan Füzuli kollektivi top oyuna daxil etdi. Rəqib də mane olurdu. Hüseynur Ruslan. Zərbə cəhdi isə kapitandan gəldi Şəmilov Əli. Zərbə indirdi, amma topu çəkib yollanma mümkün olmur. Kapitan zərbə Həsən. Yaxın küncdə komanda yoldaşı ilə oynadı. Elcana doğru bir ötürmək istənilən kimi alınmır. Şəmilov topu itirdi Elcan. Bravo Tahir. Eygün Zeynalov qapı qarşısına ötürmək istəyib. Qapıdan zərbə. Hesab yan xəttə top hərəkətliyi qazandırdı. Eygün. Elmirə doğru. Həsən. Həsən. Kapitan özü ötürü Vela. Top qapının üzərində meydan tərk edir Səçivə. Top yollamaq mümkün olmadı. Ağayev Yusuf komanda yoldaşı ilə oynadı. Sol cinah boyunca İrələmək isə rəqibin müdaxiləsi var idi. Oyun sürətli başladı. Bu da yüksək tempdə bir qarşılaşma izləyicimizə müjdədir. İndi bir əksim şansı Füzuli adına bir qədər ötürmək qısa qaldı və son müdaxilədə Həsəndən. Bizimdi. Hey, Sercan. Başım orada ya. Reji, neydi sen orada boş boş? Gitme de oraya. Elmir. Çıkart oradan, o seferine. Tahir gel. Bravo. Tahir, yaxşı gizlətdi, topa təzyiq var idi. Qabanliyev təzyiq edirdi Elcan. Elcan Rüstəmov. Bravo. Eli bravo. Eli kork. Şəmilov topu itkisi. Elmir. Ötürmə hissəyi. Elmir aldadıcı hərəkətlər. Kapitan araya girdi. İndi bir zərbə çəkdi. Qapıcı yerindədir. Şəmilov el sahibi zərbə indirmişdi. Alaverdiyev Faik. Kesit vermir. Həsən. Kapitan Sanğa Verdiyev. Eygün Zeynalov. Sağ cinana doğru bir ötürmə. Top meydandadır mı? Yaxıda top hərəkətliyi qazanacaq. Son müdaxilə Xudiyev dərgahdan gəlmişdi Füzuli kollektivindən. Niqab qarşısına ötürməyə başla zərbə. Elcan yaxın məsafədən bu şansı əldən verir. Top qapına üzərinə meydanı tərk etdi. Eygün araya girmək istəyir. Dərgahla mübarizə var idi. Son müdaxilə el sahibdən. Şəmilov el sahib.
Sevgi Zeynalov qapı qarşısına ötürməsində müdafiəçilər. Ən üstədə pressing edir Trabzonspor kollektivi. Nağıyev Yusif qısa ötürmə ilə başladılar. Kapitan. Gorma koş ol. Say bravo sana bak. Sağ teresme. Tahir'e bak, Tahir'e bak. Kapıya bak. Bravo. Tahir. Komanda yoldaşını oynadı. Bir zərbə. Təhlükəli idi amma top qapının yana meydan tərk edir. Hüseynli Ruslan zərbə indirmişdi. Füzuli kollektivində. Haydi arkaya Tahir. Reji sıkma, oynasınlar orada. Kaptı. Tahir başına. Müdafiəçilər inamlı oynadı. Tahir. Şamilov. Şamilov. Reji arkaya çıkma. Bizimdi. Bravo. Şamilov Əli. Kapitan araya girdi. Top son olaraq Trabzonspor komandasında qalır. Elmir. İtəcək o. Həsən. Bravo. Reji arkaya Yeni çıkma. yüksəliyi qazandırdı. Elmir özü zərbə indirmək seçdi. Təhlükəli idi. Ruslan, çox getmə qədər. Özün görmə. Burada əvəz etmələr gəlib. Tofiq Mikhailov meydana daxil olub və Tunar Qasımzadə onunla birgə meydana yeni daxil olan oyunçudur Trabzonspor Azərbaycan futbol okulunda. Hücum birdə Cavid Mustafayevi görürəm. Şamilov Əli yerdə qaldı. Hay dostum. Saxlayın da bunu. Neyin? Bunu neyin? Həsən. Bir zərbə. Gözlə. Ay hoca. Nə başlı hakimlik eləyir, nə olar? Eləmişsin ağzını. Rüz getmə. Yok. Tahir. Tahir. Tahir axır kimi. Bravo axır kimi. Oyna, öldü bir tane, ölməmsən. Qapı. Tahir, qayda axır kimi. Tunar. Bravo. Tərcih aya qoydu top. Trabzonspor Azərbaycan futbol okulunda qaldı Elmir. Hələ bağla. Topu götürmək istəyirdi. Qapı qarşısına. Elmir. Bir zərbə. Top qapının üzərinə meydan tərk edir. Neyman hazırlaş. Qapıdan zərbə olacaq. Nağıyev Yusif. Qısa bir ötürmə gəldi. Şamilov sahib. Artıq hərəkət edirsən sahib. Uzaqlaşdırma sətləri Şamilov Əli. Kapitan. Sana varsan axır kimi. Ruslan top buraxdı Tahir üçün. Tahirin ötürməsi Həsən. Son müdaxilə onlar. Şamilov. Davam edə bilmir topu. Qapıdan zərbə. Alafeyev Faik. Qapıdan zərbə ilə top hərəkətliyi qazandıracaq. Hey. Şöyle bir top götür. Şöyle oyuncu götür. Bizimdi. Stop. Rahat. Ötürmə ünvana çatmır. Sen oraya düşme. Sen burada kal. Şamilov Tahir. Top meydan davam etmək lazımdır. Sık kapının arkasına. Stop düştü. Tunar. Mərkəzə doğru rəqib ayaq qoydu. Qarşılıqlı mübarizə istəyirik. Asa 0-0'lıq bərabərlik davam edir. Şamilov. Sahib. Tırma komanda yoldaşına doğru Tahir. Tahirdən öncə daha doğrusu rəqib ayaq qoymuşdu. Yaxadan da bir hərəkətdir. Şamilov. Hüseynli Ruslan zərbə indirmək istədi. Mane oldular ona. Ramal. Son müdaxilə tərk etdi. Neyman Cabra, Neyman.
Ramal komanda yoldaşının ön istiqamətində. Elmir. Aldadıcı hərəkətlər. Topla çox oynadı. Faik. Cavid. Bir uzun ötürmə. Tunara doğru. Son müdaxiləyə Zahibdən. Ecün Zeynalov. Tahir Mübarizə pardonla. Tahir sökdü aldı topu rəqibindən. Ötürmək komanda yoldaşına. Elzadə Neyman. İstədik kimi. İzzətlə yada qala bilmədi. Ecün top itkisi. Tahir araya girdi. Neyman öncə. Zavid. Tunar. Aldadıcı hərəkətlər, müdafiədə yaxşı oynadı. Soyuqqanlı və bir o qədər də inamlı idi. Sahib. Tahir. İtirdi topu Cavid. Uzaqlaşdırma çəkdi. Tahir pressing edirdi. Neymanın zərbəsi. Əlavə edib Faik qapısını. Allah bağladı. Real qoldan xilas edir komandasına. Sahib. Bir zərbə cəhdi keçmir. Cavid Mustafayev riskə getmədən top meydandan çıxardı. Neyman. Qapıdan zərbə. Faik. Ecün Zeynalov. Bir ötürmək isə Elmir. Rahmetli. Komanda yoldaşı üçün Ramalın zərbəsi kesit vermədilər. Təkrar zərbə qapı terinə toş gəldi. Təhlükəlidir. Oyundakı ən real gol epizodu saymaq olar. Elmir. Yaxşı saxladı topa. Bir cəhət. Sağ cənabı boyu. Bir qədər sürətli alınır. Ramal çata bilmir topa. Elə məşqçidir. Eşən Ağaverdiyev oyunçusuna əsəbləşirdi. Ecün Zeynalov. Ecün. Top elə Elgün özünə meydan tərk edir. Sahib. Tahir. Cedin qapı qarşısına ötürmək isə keçmir. Köşdən zərbə. Ramal qapı qarşısına ötürmək. Paralel ötürmək üçün toxuna bilmir. Sahib yüksəlik qazandı. Elmir araya girmək istəyi. Qapısı inamlıdır. Nağayev Yusif. Top ələ keçirdi. Rəqiblərindən öncə davrandı. Ecün qarşılamış istəyi Şəmilov Əli. Bir rəqibini aldatmaq istəyi son müdaxilə Elcan. Yaxədən top hərəkətliyi qazanmalıdır. Tahir. Sinəsilə saxladı top meydanda da Elcan. Aldatdı rəqibini. Son müdaxilə Sahibdən. Şəmilov Sahib. Qapıdan. Tahir'in ön istiqamətində. Tahir hərəkətləndi, amma topa çatmaq mümkün olmur. Bir qədər sürətli bir ötürməkdir yan xətdən. Top meydanı tərk etdi Cavid.
Cəvid Mustafayev. Uzun bir ötürmə outdan. Tərcih qarşılamışdı Ecün. Qarşısında Şəmilov Əli var. İgidin istiqamətində ötürmə. Əcə. Orada əvəz etmə gəldi Arif Tahirin əvəzinə. Fəqan meydana daxildə Asadov. Fəqan. Rahat istəyirsə dəyişə bilərsən. 16-15 nömrə Süleymanlı Yusuf. Neyman komanda yoldaşının ön istiqamətinə Faiq. Çıxışda düzgün oynadı. Qarşılıqlı top itkisi. Fəqan çevirə bilmir. Elcan. Bir ara ötürməsi İgid. Tərcih araya girdi. Elmir. Nağayev Yusuf. Top ələ keçirdi. Bir ötürmə. Top müdafiədən. Çıxarmaq istəyi Elmir. Şəmilov Əli. Kapitan. Ötürmə komanda yoldaşının ön istiqamətində Neyman Rameti. Fəqan. Zərbə indirə biləcəklərmi? Əli. Fəqanın zərbəsi. Allah verdi. Faiq. Bu zərbəni gözləyirdi. Çox da çətin olmadı. Ecün Elcana doğru. Sahib. Müdafiədən Amılduza boyundan istifadə etdi. Yüksətə gələn bu topu dəf etməyi bacardı. Şəmilov Əli. Neyman qorxdun. Oyna. Ecün. Neyman pressing edirdi Ecün. Onun var ha. Fəqan. Gedən pressing var idi. Dərgah topla çox oynadı. Hər şey yaxşı qurtarır. Füzuli kollektiv adına masa 0-0'lıq bərabərlik davam edir. Hər iki komandanın hücum cəhdləri olub, amma hələ ki topu çərçivə yollama mümkün olmayıb. Neyman çəkdi sağına zərbə. Cavidin müdaxiləsi sonrası top Faiqdə qalır. Zərbə çəkdi, Dərgah qapısını sığortaladı. Xodiyev Dərgah müdafiədə inamlıdır. İndi tabir küncdən zərbə çəkdi Elcana, zərbə şansı vermir, eləməz Dərgah. Yenidən önə çıxdı. Ermə ilə mübarizə aparan eləməz Dərgahdır, meydan hər yerindədir. Müdafiədən çıxarmağı bacardılar. Ecün. Elmirə doğru ötürmə. Elmir. Nəbizadə. Şəmilov Əli sahiblə mübarizə aparırdı. Xodiyev Dərgah. Ötürməsi yanlış oldu. Elcanın zərbəsi təhlükəli. Top qapının yanından meydan tərk edir. Neyman. O meydanda da. Tahir yerdə qaldı. Qayda da pozulmuşdu. Ramal qaydanı pozmuşdu. Burada əvəz etmə gəlib. Süleymanlı Yusuf meydana daxil olub.
İndi bir zərbə çəkdi. Hətta bu ötürmə idi. Başla da bir toxunuş var idi. Dostum qal. Qal. Fəqan baş zərbəsində topu qapıya çevirmək istədi, amma istədiyi kim alınmadı. Söv. Bravo. Ecan, rəqib ayaqlar arasından atdı. Yusuf, o futboldu. Yusuf, korkma. Faik Cavid. Yusuf qarşıladı Elcan. Keçebilmezsen. Bir de. Bravo. Bir zərbə çəkdi, alınmadı. Qapıcı dəf etmək istəyir. Arda çəkdilər Ramal. Zərbə indirə biləcəklərmi? Qapıcı inamlıdır. Sona qədər mübarizə apardı Nağıyev Yusuf. Sahip. Sahib. Elcan araya girməsi, Tofiq. Dəzgah. Komanda yoldaşını sığortaladı. Ağıya uzaqlaşdırmışdı. Neyman bir əksizum şansı. Müdafiə də bir qədər geri çəkilib. Son müdaxilə Tofiqdən. Tofiq Mükayılov özünü çatdırdı topa. Köşdən zərbə qısa ötürməklə başladılar. Qapı qarşısına ötürmək istəyən Neyman. Zərbə cəhdində Tofiq araya girdi. Tofiq özü də pressing edirdi. Neyman. Top Ramalda meydan tərk edir. Fəqan yaxada top hərəkətli qazandıracaq. Komanda Sadıra. Əsədov Fəqan. Komanda yoldaşının ön istiqamətində Yusuf, sonra da Tofiq araya girdi. Dabir out. Dərgah doğru bir qədər ötürmə səliqəsiz alınmışdı. Sahib. Qarşılıqlı mübarizə izləyirik. Yavaş-yavaş hissənin sonlarına yaxınlaşırıq. 0-0'lıq bərabərlik var. Yusuf. Elçin oraya girir. Dərgah, Neyman zərbə indirə biləcəkmi? Elcan var qarşısında, Elcan. Sökdü aldı top rəqibinə Elcan. Cinə boyunca irələdi. Sahib Neyman. Yusuf zərbə üçün tələsdi sanki daha. Yaxşı zərbə indirə bilərdi ram etdikdən sonra Elcanın zərbəsi direkt tuş gəldi. Çox qüvvətli bir zərbədir yaxın məsafədən. Elcan Rüstəmov zərbə indirmişdi. Elmir. Ecün. Ecün özü zərbə indirmə sesi. Müsəqələn bu zərbəni Nağıyev Yusuf çox yaxşı dəf edir. Qapısını toxulma saxlamanı bacardı qolkiper. Bir ötürmə istəyib, paralel bir ötürmə istəyib. Sənlən kim alınmır? Yusuf. Fəqan ön istiqamətinə, Fəqan qapı qarşısına çevirə biləcəkmi? Neyman zərbə və gol! Bir əksizum şansında qapı qarşısına ötürmədə Fəqanın məhsullar ötürməsində Neyman fərqləndi. Əlizadə Neyman komandasının 7 nömrəli oyuncusu hesabı açır. 1-0. Füzuli kollektivi 1, Trabzonspor komandası 0. Trabzonspor Azərbaycan Futbol Okulunun qapıya zərbəsində xatırladığım bir
Kapitirdən tuş gələn top bir də məhz dirəyə. Görə cavab qolu gələcəkmi bu komandadan? Amma bu onda nəzər satırım ki, bu qol komandanı Füzuli komandasını əvəzləndirəcək. Çık orada çıkmasın. Çıkmasın orada. Neyman Akıncı bir de bıraksa. Oğulsa. Hala. Ya bravo. Bizdə. Tamam tamam. Üçüncüdən zərbə. Qabarsan paralel ötürmə. Bir qədər sərt almışdı, heç kəs toxuna bilmədi. Həsənə doğru, İsay bara girdi Tofiq. Dərgah. Allah verdiyə Faiq. Yaxında Elgin ötürmək istəyirdi. Neyse başlamıştı. Elgin ötürmə komanda yoldaşına zərbədə. Nağıyev keçid vermir, Nağıyev Yusif. Çox inamlı oynadı. Ötən dəqiqələr ərzində komandasının ən yaxşılarından biridir. Son zərbələrdə 1-1-də rəqibini məyus edir. Delmir zərbə üçün bir şans tapa bilmədi. Tunarı ötürmə uğursuz alanda. Elmir aldancı hərəkətlər. Son müdaxilə Yusifdən. Elə məşqçi də. Elmirə əsəbləşirdi ki, ötürmə verə bilər də Neyman qapçı ilə 1-1 də bir zərbə. Faiq bu səfər rəqibinə keçid vermir. Neyman sen kalma batı dostu. Yerinde de telas. Yusuf Cabra, Süleyman Yusuf. Süleyman Yusuf. C'ye formalı. Rıçtan C'ye. Rıçtan ortası. Hemşire ben. Neyman. Yax, çata bilmir topa, qapıdan zərbə. Cabra. Orman versin değil mi? Aykan Cabra. Kız Aykancısın. Həsən rəqibə hədiyyə etdi topu. Fəqanın zərbəsi belə bir şansı boşa verir. Əsadov Fəqan. Füzuli komandası minimal hesablı üstünlüyü davam edir qarşılaşmada. Trabzonspor Azərbaycan futbol okulu qarşısında. İndi bir zərbə çəkdi. Qapçıya qarşı qayda pozulmuşdu sanki. Qapçı yerdə qalıb, ümid edə ağır bir zədəsi olmaz. Bəli, artıq ayağa qalxdı. Barçasına davam edəcək kimi görünür. Komandasının ona ehtiyacı var. Hələdəki hesabda onların minimal hesablı üstünlüyü varkən rəqib oyunun sonlarına doğru hücumlarını kəsələrini bir qədər də artırmağa çalışacaq. Elə bu cəhdlədə ilk hissə bitir, komandalar fasilə yayınlanır. Fasilədən sonra yenidən bir yerdəyik. Bəli, dəyərli futbol sevərlər, ikinci hissədə yenidən bir yerdəyik. Yoldaşlıq görüşündə bir daha xatırladım ki, Füzuli komandası ilə Azərbaycan futbol okulu üzə gəlir və Füzuli kollektivinin minimal hesablı üstünlüyü var qarşılaşmada. Neyman fərqlənib, Əlizadə Neyman meydandakı tək qolun sahibidir. Görə ikinci hissədə nə baş verirsə, iki hissədə maraqlı yüksək tempdə bir qarşılaşma izlədik. Edirəm, ikinci hissə bunun davamı olacaq. Elzam. Son müdaxilə Neymandan gəldi. Yaxədən top hərəkətliyi qazanmalıdır. Elgin Zeynalov. Bir ötürmə hissəyə, Ramala doğru. Elcan çöndü, zərbə indirdi, qapçı. Keçid vermir Nağıyev Yusif. İlk hissədə də son müdaxilələri ilə, kritik qurtarışları ilə komandasını bir neçə real qoldan xilas etdi. Bir zərbə yerlə top qapı yanına meydan tərk edir.
Qapıdan zərbə olacaq. Nağıyev Yusif qısa ötürmə ilə başladı. Esayev. Ramala mane oldular. Həsən. Ramal. Yerdə qaldı. Bir ötürmə Hüseyin. Uzun məsafədən zərbə təhlükəli idi. Elcan zərbə indirmişdi. Top qapının azacıq yanına meydan tərk edir. Ramal Əşimov. Neymana doğru. Rəqib araya girdi. Son toxunuş Elgündən gəlir. Top Elgündən meydan tərk etdi. Yaxud Füzuli kollektivi top oyuna daxil etməlidir. Esayev yaxşı rama etdi. Ramal. Aldadıcı hərəkətlər. Bir zərbə. İstədiyi kim alınmır. Alaverdi Faik. Qapıdan zərbə ilə top oyuna daxil edəcək. Qısa bir ötürmə ilə də başlaya bilər. Uzun bir ötürmə də gələ bilər. Elgün. Həsən digər cinahda ötürmək istəyirdi. Həsən. Bu bir qədər ünvansız bir ötürmə idi. Faik. Elgün Zeynalov. Zeynalov özü zərbə indirmək istəyirdi və gol! Çox möhtəşəm, çox baxımlı bir gol. Mərkəzə yaxın bir nöqtədən bir baxış atdı qapıya. Eləməz həmin nöqtədə topu göndərməyi bacardı. Nağıyev Yusif uzanda dəf etmək mümkün olmur. Maça bərabərlik gəldi. Bir. Trabzonspor Azərbaycan Futbol Klubu 1. Füzuli Futbol Klubu 1. İndi yaxın göz düşüncəsi. Nağıyev bu səfər keçid vermədi. Elmir qarşıladı. Ramala doğru. Elcan. Tərcah. Elcan. Aldadıcı hərəkətlər. Elmir. Qarşısına Ramal var. Elcan. Elcan'ın zərbəsi qapı tiri. Sahibi suallaşdırdı. Hesab Əlizadə Neyman açmışdı və Elgün Zeynalov da maça bərabərlik gətirib. Həsən Ramal Elcan Hesabman orada Elcan. Topu rəqibindən söküb almışdı, amma daha da irəliləyə bilmədi. Elgün. Aldadıcı hərəkətlər. Elgün qarşısına boşaltdı zərbə bu səfər. Dərgah kesit vermədi. Sən uzaq məsafədən o da qapını yoxladı. Elmirdən meydan tərk edir. Ramal. Neyman. Elcan raya girdi. Ramal. Özünə bir qədər çıxmalı saldı. Bir ayaq saxladı. Bir ara ötürməsi sahib araya girmişdi. Ramal.
Neyman doğru ötürməzsə. Neyman. Ramal. Ayxan. Sərbə keçmir. Ətəncallısaydı qurdular sanki müdafiədə. Heykün. Heykün Zeynalov rəqibin ayaqlar arasına atdı. Sol cinə boyunca irələdi. Ayaq saxladı. Bir zərbə çəkdi və gol! Çox möhtəşəm. Çox baxımlı bir gol. Özü irələdi bir rəqibini. Aldatdı. Bir qədər ayaq saxladı. Çöndü, zərbə indirdi. Düz 9-luğa. Möhtəşəm bir gol gəldi. Heykün Zeynalov'dan. Komandasının özünü ikinci qolu dubl etdi. Hər iki qol bir-birindən gözəldi. Azərbaycan Futbol Okulu artıq hesabda öndədir. Bunu xatırlatım. Trabzonspor Azərbaycan Futbol Okulu 2, Füzuli komandası 1. Fasiliyə Füzuli komandası öndə yollanmışdı. Trabzonspor kollektivi və Neyman yerdə qaldı Faiqlə mübarizəsində. Hakimiyyədə etirazlar var idi. Fikrimi tamamlasam, iki hissədə Füzuli komandası əsasən Neyman qollar hesabda önə keçmişdi. İkinci hissədə 2 qol Trabzonspor komandasına qalıb. Hər ikisinin müəllifi, hər iki qolun müəllifi Heykün Zeynalovdur. Elmi top çıktı. Elmi biraz yakınlaş Elmi. Elmi ona yakınlaş. Kabak oyna. Ercan kapının ağzına. Geç kapının ağzına. Ercan geç kapının ağzına Ercan. Can. Hasan gel Hasan. Tevfik. Can. Can zərbəsi. Ağayev Yusif yerindədir. Yusif topu cəld hərəkətləndirdi. Neyman saxla topu rəqibi üçün saxladı. Elmir. Ayxan rəqirdi. Götürməsi Heykün. Elmir. Elmir öz zərbə indirməyi seçir. Dirək yanına top meydanı tərk edir. Cavid. Yaxədən top hərəkətliyi qazandıracaq Cavid Mustafayev. Tevfik topu yenidən Cavidə buraxdı. Qapı qarşısını ötürmək gələcək zərbə meydançasının dəvərində. 3 oyuncu var Trabzonspor kollektivindən. Başla zərbə hissə Elmir. Top çöldən yan torları sirkələdi. Heykün. Heykünün zərbəsi yaxın küncə. Bu da 3'e ettirik edir. Komandasına və özünün 3-cü qolu. Heykün Zeynalov bugün onun günüdür.
Ecun yitirdi topu. Ruslara girdi. İndi bir zərbə. Rüstəm Fəqan idi bu. Cavid. Bir uzun ötürmə hissəyi. Tercih araya girdi. Elsayev. Nəviyev. Baştan birli top. Elçin qarşıladı. Bu arada əvəz etmə də gəlib. Eldar Bağırlı və İkid İskəndərov meydana daxil olub. Trabzonspor Azərbaycan Futbol Okulunda. Elmi gel Elmi. Gel Elmi. Buna arkaya kömeyle. Herkes açtı top. Tunar hərəkətlənib son müdaxilə. Dərgətə. Cavidin ötürməsi. Həkim toxuna bilmir sahib isə. Eskiyə getmədən top uzaqlaşdırdı. Yan xətdən top hərəkətliyi qazanmalıdır. Başla zərbə. Tunarın zərbəsini izlədik. Tunar Qasımzadə. Top qapının üzərindən. Aralı keçsi. Tunar pressing edirdi. Əlavə edən Faik. Qapıdan zərbə ilə. Top hərəkətli qazandıracaq uzun bir ötürmə hissəyi. Bunların ön istiqamətində Nağıyev. Top əlindən buraxdı bir qədər. Yanlış oynamışdı. Yaxətən top hərəkətli qazandı. Paralel ötürmə heç kim toxuna bilmir. Digər tərəfdən top meydanı tərk edir. Sonunda İsayevin bir toxunuşu var idi. Top uzaqlaşdırmaq cəhdi. Cavid ötürmə hissəyi. Heç kəs toxuna bilmir. Ecun. Son müdaxilə. Yusifdən gəldi. Nəzər çatdırım ki, Trabzonspor kollektivi 3-1 hesabı ilə öndədir. Rəqibi Füzuli komandası qarşısında. Başla zərbə yaxın küncə Tunar. Mövqeyin düzgün seçmişdi qapı qarşısına. Ötürmədə Tunar Qasımzadə hesab arasındakı fərqi bir qədər də artırır.